İkinci Qarabağ müharibəsində Xocavənd istiqamətində gedən döyüşlərdə qəhrəmanlıq göstərən hərbiçilərimizdən biri də Vətən müharibəsi əlili İsmailzadə Rəşad Yaşaroğlu 1997-ci il oktyabr ayının 25-də Bakı şəhəri Səbail rayonunda anadan olub. O 2003-cü ildə Bakı şəhəri Riyad Əhmədov adına 203 saylı orta məktəbin 1-ci sinifinə daxil olub. Orta məktəbdən məzun olduqdan sonra N saylı hərbi hissədə həqiqi hərbi xidmətdə olub. 2018-ci ildə Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kursuna daxil olub və motoatıcı manqa ixtisasını bitirərək N saylı hərbi hissədə xidmətə başlayıb. İkinci Qarabağ müharibəsində müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi döyüşlərə qatılır. O, Cəbrayılın, Füzulinin, Xocavəndin azad olunması uğrunda gedən döyüşlərdə böyük qəhrəmanlıq göstərir. İsmailzadə Rəşad oktyabrın 27-sində Xocavənd rayonunun Qırmızı Bazar istiqamətində gedən döyüşlərdə güllə yarası alır və 3-cü dərəcəli Vətən müharibəsi əlili kimi xidmətdən təxris olunur. Azərbaycan prezidentinin sərəncamlarına əsasən Rəşad İsmailzadə Füzulinin, Xocavəndin, Cəbrayılın azad olunmasına görə medalları ilə təltif edilir. O, həmçinin Vətən müharibəsi iştirakçısı medalı ilə də təltif edilib.